genişlənmələrin dölə yox, birbaşa anaya təsiri var. Sadəcə olaraq varikoz xəstəliyinin hamiləlik vaxtı qarşısı alınarsa, müalicə olunarsa, onun ağırlaşmalarının, yəni trombozdur, tromboflebitdir, bunların qarşısı alınarsa, hamiləlik də sağlam, yəni sona çatdırılacaq, döl də sağlam azad olacaq. Orada baş verən o fəsadlardan saydıqlarım tromboflebitdir, trombemboliyadır, onun ağırlaşmaları birbaşa ananın həyatına təsir edir. Yəni, orada, belə deyim, dərin venaların trombozu artıq dölü qidalandıran damarların trombozuna səbəb olarsa, təbii ki, döl orada bir əziyyət çəkə bilər. Amma birbaşa ana əziyyət çəkir. Yəni, dölə təsiri heç yoxdurmu? Ağırlaşmalarının təbii ki, var. Yəni, anaya təsiri varsa, yəni ana ilə birbaşa təmasda olan döldür. Döl sağ qalsa belə, yəni ana artıq əziyyət çəkmiş ola bilir. Yəni, trombemboliyadan təbii ki, ana sığortalanmalıdır.